Bugün Laçın Simurg kitabxanasına gəlmişik. Laçın günlərinə və bir də bugün burada deməli Muğam festivalının qala gecəsi olacaq. Sabah da Laçın günləri olacaq. Fürsətdən istifadə edib biz də 1-2 gündə əvvəldən gəldik, Laçını gəzdik. Kitabxanaya gəlməsəydik olmazdı. Hərçənd ki, Laçın kitabxanası hələlik biraz yığcam şəkildədir. Yəqin ki, gələcəkdə daha geniş bina verəcəklər. Amma biz də bir ziyalı olaraq, qələm sahibi olaraq istədik ki, kitabxanada bizim də kitabımızdan bir hədiyyə eləyək Laçın oxucuları üçün. Ümid edirik ki, Laçın və bütün deməli Qarabağın bütün bölgələri yenə də əvvəlki dövrünə qayıdacaq, yenə də insanlar yaşayacaq, yenə də abadlaşacaq, yenə də oxucuları olacaq, yenə də Qarabağ torpağı ziyalılar yetişdirəcək. Və bizim də kiçik bir töhfəmiz olaraq istədik ki, bu kitabxananı zənginləşdirək. Salam, hər vaxtınız xeyir. Biz gözəl bir yerdəyik, müqəddəs bir yerdəyik. Çox arzulayırdım bura gəlməyi. Natəvan xanımla da, Zülfiyə xanımla da danışmışdım bura gəlməzdən qabaq ki, mən sizin kitabxanaya çoxlu kitablar gətirəcəyim, gücüm yetdiyi qədər. Amma qismət bugünə imiş. Biz bugün iki ziyalı rəfiqəmlə gəlmişəm. Şairə, ədəbiyyatşünas alim Adilə Nəzər və ədəbiyyat müəllimi, yazıcı, romançı Həcər Paşayeva'la gəlmişəm. Xalqə xanım da ziyalımız buradadır. Yanımda sağ olsun, gözəl bizi qəbul edib, qonaqpərvərliyinə görə minnətdarlıq edirəm. Amma nə demək istəyirəm, bugün o Adilə xanımın sözünə qüvvət olaraq demək istəyirəm ki, həm ziyarət, həm ticarət eləmək istədik. Biz Muğamı da sevirik, musiqini də sevirik, vətənimizi də sevirik. Laçını da lap çox sevirik. Ona görə ki, işğalda olublar, həsrətində olmuşuq. Həsrət qarışıq sevgi var bunun içərisində. Biz gəldik, kitablarımızla gəldik, götürə bildiyimiz qədər götürdük. Amma çoxlu kitabımız var, söz verdik ki, yenə gətirəcək. İnşallah o vaxt bu kitabxana daha böyüyəcək və bizim bol-bol kitablarımızı yerləşdirməyə yer olacaq. Mən bugün son 3 cildliyimlə gəlmişəm. 44 günlük savaşın 444 cəngavəri, bu sağ qalmış qazilər və veteranlardan yazılıb. Arasında şəhid olanlar da var. Bir də mənim rəfiqəm var, bir də qrup yoldaşımdır. İndi Moskvada yaşayır. Romançıdır, yazıcıdır, Ulduz Qasım. Onun 10 dənə kitabını gətirmişəm. Qarabağla bağlı, Şuşa ilə bağlı. Qarabağda qiyamət var, maral var, av göyərçinlər var, solmayan nərgiz var, qaçaq aslan var, tələbə gündəliyi, çox kitablar var burada. O kitablarını gətirmişəm hədiyyə eləməyə. Çox sevinirəm. İnanıram ki, Laçın oxucuları, kitabxananın üzvləri bu kitabları sevə-sevə oxuyacaqlar və hər dəfə də oxuyanda yəqin ki, deyəcəklər zəhməti keçənlərə eşq olsun, təşəkkür olsun. O təşəkkürdən bizə də düşəcək. Sağ olun, var olun. Biz indi Muğam festivalında iştirak edəcəyik. Sabah Laçın günlərinin qonağıyıq. Birisi gün Bakıya gedəcək, amma qəlbimizdə Laçın boyda sevgi ilə qayıdacaq və unutmamaq şərti ilə. İnşallah. Çox sağ olun. Əntiqə qonaq. Siz hər bir jurnalist, yazıcı, ən çox bəlkə də düzdür, hamımız yazırıq, ancaq sənin əməyin daha çoxdur. Çünki bütün qazilərimizi, şəhidlərimizi daha çox işıqlandıran, daha çox tarixin yaddaşına köçürən sizsiniz. Çünki niyə? Siz onları daha çox görmüsünüz, birə-bir yaşamısınız. Onlarla bərabər o sərhəd bölgələrini, o canlı şahidsiniz, bəli, hamısına canlı şahidsiniz, olayların, hadisələrin. Ona görə sizin qələminizdə o daha real və dəqiq məlumat kimi, həm də sizin yazdıqlarınız, yəni tarixi mənbə kimi mən hesab edirəm ki, tarixi mənbədir. Gələcəkdə hətta statistikada belə o tarixi mənbəyə istifadə edəcəklər. Düzdür, siz bədii, sənədli, tarixi bir əsərlər yaradırsınız, bibliografik, amma o bibliografiya da o statistikaya əsasən, yəni ən real hadisələr, ən real statistika, ən real deyək ki, rəqəmlər əslində romanlardan, ədəbiyyatdan götürülür. Çünki sənədli romanlardan ədəbiyyatdan götürülür. Həqiqətlər romanlarda gizlənir. Çünki siyasət bəzən
qismən nəsə orada yanlışlıq ola bilər, tarixi sənədlərdə görəsə. falan nəyə görəsə, bu adı üstündə siyasətdir də, yəni ola bilər və normal sayılır bunlar. Amma ədəbiyyat heç vaxt səhv etmir. Ədəbiyyat reallıqları əks etdirir. Xüsusilə sizin kimi vətənpərvər hərbi jurnalistlərin qələmində daha güclü olur. Həqiqətən təşəkkür edirik sizə, uğurlar arzulayırıq. Şəhidlərimizə rəhmət, qazilərimizə can sağlığı, Laçın Simurq kitabxanasına da uğurlar arzulayırıq, işçilərinə təşəkkür edirik və ümid edirik ki, daha gözəl məkanda yerləşəcəklər gələcəkdə və biz də gəlib burada təbliğatlar, təqdimatlar edəcəyik, təşviqatlar, bəli, tanıdacağıq şəhidlərimizi, qazilərimizi, vətənimizi, hər bir yuşəsini. Xoş olacaq, hər şey yaxşı olacaq, hər şey gözəl olacaq. Necə ki deyir cənab prezidentimiz, xalq, dövlət, millət birliyimiz yumruq kimi birləşəcək. Bundan sonra da gözəl günlər yaşayacağıq xalq olaraq. Hər biriniz sağ olun, var olun. Sağ olun Sizə qızlar. gəlmisiniz Laçını. Bəli. Biz də sizə minnətdarıq ki, bu cür Sağ sevgi olun. var. Sağ olun qonaqpərvərliyiniz üçün, bizə qonaq açdığınız üçün. Əslində hər yer, Azərbaycanın hər yeri, hər birimizin evidir. Sadəcə olaraq burada biraz xırda nüanslar var ki, siz burada məskunlaşırsınız, biz digər bölgədə, amma hər yer hər birimizin evidir. Sağ olun Zülfiyə xanım.